Heç görmüsünüz də, bir məclisdə bir-iki nəfər bilən oturur. 2 nəfər də oradan nəsə istəyir ki, nəsə oğurlasın. Oğurlayır onların tökdüklərindən. Yarı düz, yarı əyri, bizdə deyirlər ki, eşidib gecədir, bilmir amma necədir. Eşidir ondan bundan, sonra gəlir özü ilə baba adamların arasında bunu elə formada təqdim eləyir, elə formada danışır ki, elə bil nədir? Da bu vəhiy. Ondan hardan eşitsə, dərinə çəksən, hardan eşitmirsən, filan kəs deyirdi. O filan kəs kimdir? Deyir də. Aləm onda deyir bir-birinə. Bunlar neydən cürət tapırlar? O kitabı oxuya bilənlərin, əhəmiyyətlunəl kitablar oxuyurdular kitabı. Onların buraxdığı səhvlərin ucbatından nə olur? Bu bilməyənlər də başlayır bunlar kimi danışmağa. Allah rəhmət etsin, Sabirə düşdü yadıma bir də onu deyim. Ölü və rədifində bir dənə Sabirin sözü var. Payetonla nağır yatdı bu oğlan, ölü və. Oğlan deyəndə kimi nəzərdə tutur? Müsəlman aləmini. Nə gündə deyir, payetonla nağır yatdı bu oğlan, ölü və. Ne də tərpənmir üstündəki yorğan. Ölü və nəfəs alanda yorğan tərpənmir, bu yorğan da tərpənmir. Deyir, çox soğuqdur çıxan ahəstəcə tək-tək nəfəsi. Bədənində donuşub, ləxtələnib qan, ölü və. Cumuxub canına bitlər, birələr hiss eləmir. Çalsa əqrəb də hənuz eyləməz əmman, ölü və. Demək olmaz, dirilər tək yatıb əlbət duracaq. Ölülər yatmaqdır, yox buna payan, ölü və. O ürəyə gedən adam, bayılan adama neyniyərlər? Ya çıxarlar ürəyinin üstündə masaj eləyərlər, ürəyini xasat eləyərlər, hərəkətə gəlsin. Ya buna süni nəfəs verərlər, ona məsnui tənəffüs deyirlər, süni tənəffüs ver. Ya da dağlayarlar, şok verirlər, tok verirlər ki, ayılsın. Deyir, nə masaj ilə, nə məsnui tənəffüs ilə, nə də dağ ilə olur dərdinə dərman. Ölü və. Bunların hamısını başa düşdüyə, bunların hamısını deyir, mənim sözüm ola axırdadır. Axırda deyir ki, bunların hamısını başa düşdük. Dəhşəti bugün məzəli laf bu ki, bir para urus damaları qoşulub bunlara derlər ki, müsəlman ölü və. İndi dərdi burasındadır, sən bunlara bax. 2 əhli kitab bir-biri ilə vuruşur. Deyirsiniz bir şey deyirsiniz, o deyirsiniz bir şey deyirsiniz. O yerdə qalan əlində kitabı falan olmayanlar var ha, bu kafirlərdən gedir söhbət. Onların heç niyə bir istinadı yoxdur. Onlar da bundan cürət tapırlar. Yerəsiz busuz da. Ne bundan ibarətsiz? Niyə bunların əlinə o imkanı verirsən sən? O vəhdət həftəsi oldu ya Peyğəmbərimizin mövlüdü. O vəhdət həftəsindən məqsəd oydu ya. Sünni ilə şiə gərək birləşsin. Niyə birləşsin? Birləşsin o deməkdir ki, ya, qarışaq bir-birimizə, biri əli bağlı qılsın, yox, biri möhürlə, biri möhürsüz, fərqi yoxdur, yox, ondan gedmir, hərənin öz şəriəti var. Hansı birləşməkdən gedir? O cür birləşək ki, düşmən tərəfinin əlinə nə verməyək, cürət verməyək ki, bizə desinlər, deyirsiniz bu susda. Bizim vəhdətimizdən çəkinsinlər. O vəhdətdən çəkinməlidir başqa dinlər. Biz onu eləyə bilmirik. Bizim gücümüz çatmır.